Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb. Araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl zinət əşyaları uğurlanıb. Keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətmədə şübhəli bilinən, əvvəllər məhkum olunan 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun elədiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Sami Təşmov, Bugün TV.